Ne oldu ki, yıkıldı? Sağma çıktı. Problem yoktu ki. Yok. Şükür. İndi hiss elədim ki, yorulmuşam. Çıqqandı nə dedim. Nə dedim baxma. Cubrani xoş gəlib, sürətli gəl. Sürət. Hızlıya gedirik. Zirve gözümde yol taşlı sert. Nefesim buzul, ruhum hep alert. Şehir altta kaldı, yük sırtımda. Gerçek dağlar konuşur, ben su. Hələ havanın sıxlığını göstərən nümunə. Bir buna baxın nətər. O, patlayacaq ha bu. Necə şişib ha bu. Vay, yaxşı davleniyamız adımız oynamır. Ver mənim sokumu verə. Mən suyu düzdür, çox su içmirəm, məlum məsələ. Ona görə də su içəndə biraz ağırlaşıram. Amma indi elə bir istəyirdim ki, ürəyim məsələ şirin su istəyir. O da yəqin ki, şəkər düşüb aşağı. İndi bax belə aşağı düşürük. Beşə. İndi aşağı düşürük. Sonra da kəndə doğru qalxacağıq. Amma mənzərə superdir. Bu mənzərəni gözdən görmək başqa bir şeydir. Qadan olarım, adağlar. Adağlar. Atarsan Şövkətin nəvələr qrupuna. Bu videoya baxıb gülüb eləyərsə birdən. Gülənlərə deyirəm. Gülüb eləməyin. Normal haldır. Daşsat yumalatdırırsan. Yavaş. Kuzu yavaş kuzu. Böyle dur ya, böyle gangana. Hey mahogany, beli saçına. Bir oku fırına gittin aşağı. Rica. Ha, sağ ol. Ben palto almaya etdim. Qar yaxşıydı. Bir də ki, mütləq şəkildə belə yerə gəndə ayaqqabını mütləq yaxşı ayaqqabı seçməlisiniz. Ən çox yaşanan problem ayaqqabı problemidir burada. Bunlar kəsə gəldilər, nə qəşəng yol göndəriblər. Bizi niyə burası alıblar? Çolluğa. Ne oldu, kimsə yıxıldı yenə? Yenə yıxıldı. Aha, sən də yıxılırsan. Düz topla biraz, eyb yox. Ne oldu ki, yıxıldı? Yaxşı, axıra saxlayalım. Axıra qalsaq görüşəcəyik. Gəl onda bura gəlin. Sağma çıxdı. Yıxıldınız. Heç canınız. Biz öyrəşmişiz yəni. Ya təəccüblənmir. Mən behran oldum 4-cü. Əsas özün yaxşısan. Problem yoxdur ki. Yox, Şükür. Əsas o. Birinci dəfədir həyatımda. Yəni belə yerdə yıxılmalısan da, yıxılmağın da normaldır, ayağın burxmağın da normaldır. Maksimum dərəcədə sadəcə ehtiyatlı olmaq lazımdır. Yollar belə, qəşəng, mənzərəyə bax. İndi bildim ki, bundan biraz balaca sumka lazım. Zirve gözümde yol taşlı sert. Nefesim buzul, ruhum hep alert. Şehir altta kaldı, yük sırtımda. Gerçek dağlar konuşur, ben susmam, devam et. Çamur, tempo, kalp ritmi. Her adım savaş, doğa rakip mi? Bunun da hələ orada dik görsəndə dik, bax ora qalxacaq. Hələ yolumuz uzundur, yorulduq. İndi hiss elədim ki, yorulmuşam. Hardasa 2 saat, 2 saatdan da 3 saatdan çoxdur yol gəldi. Günəşin altında gedəndə hava yaxşıdır, amma kölgə gitsən kimi dəhşət soyuq olur. Tərləyirsən, soyuyursan, qalırsan, nə bilim.
Hər hissiyatı keçirirsən burada. Amma xoş bir hissiyatdır. Kollektiv superdir. Kollektivə söz yox. Kollektiv çox əladır, çox bəyəndim. Biraz tərəddüd içindəydim, görəsən necə olacaq, nətər olacaq. Əsas bələdçilər çox əla təşkil olunub. Çox mehriban, gülərüz. Instagramlarını yerləşdirəcəm. Yəni siz də qoşulub yazıla bilərsiniz. Cürbəcür turlar olur, bazar düzü, kəpəz falan. Siz də qoşula bilərsiniz. Ha belə. Bu arada kanala abunə olmağı, like etməyi, rəy bildirməyi unutmayın. Çünki YouTube'un algoritması ancaq like və rəy bildirəndə qabağa çıxardır videonu. Əgər bunlar olmasa video yəni çox az adam görür. Hamı like eləsin. Bu arada geyim olaraq mən bunu deməli altdan bir dənə mayka var məndə. Altdan bir dənə mayka var, üstdən tişört, bir də budur. Belə bir hoodie deyək, nə deyək. Nazik kurtkadır. Bir də balonka götürmüşdüm, amma hələ ki balonka ehtiyac olmurdu. Balonka kurtka, yəni şişmə mont deyək. Ona ehtiyac olmayıb. Papaqdır, mütləq şəkildə lazımdır. Boğazlıq götürmüşdük, hələ ki ona da ehtiyac olmayıb. Əlcəklərdir ilk başlayanda hava soyuq idi, geyindik. Amma indi əlcəyə də ehtiyac yoxdur. Amma olmalıdır çantada, hə Ramin? Hər şey çantada olmalıdır, hazırlıqlı olmalısınız. Yəni hər an hər şey ola bilər, dəyişə bilər hər şey. Hə, şalvar, cins şalvara məsləhət görmürəm. Cins şalvar çünki soyuq saxlayır. Yaxşı olar ki, ya belə yerlərdən çox istifadə edirsinizsə, hava alan bir şey giyinməlisiniz ki, çox tərlətməsin sizi. İstərsə idman şalvarı, Hə, sport şalvar, nazik. Belə bir şeylər giyinə bilərsiniz. Sərbəstdir, ən əsası sərbəst geyim olmalıdır. Kurtkadır, gödəkçədir. Hər şey sərbəst olmalıdır. Burada modaya baxmayın. Düzdür, şəkil çəkdəndə lazım olur. Orada belə rəngli bir şeylər alsanız kifayət edir. Yüksəkliyə qalxırıq. Nəfəsim kəsildi. Sadəcə GoPro zaytqası qutarı çəkə bilmədim yolda. Amma çox yoruldu, çox dik qalxdıq. Həlindən sonra da 1 saatlıq yolumuz var. Saat 4:15 dəqiqə. Həm aclıq, həm yorğunçuluq. İşte gedək görək nə olur, xeyirlisi inşallah. Mənzərəyə baxın. Mənzərə. Çəkmə. Kadınların atanmış. Açıldı da. Görmüsən zorla güc yığmışam. Görmüsən zorla güc yığmışam. Hə, bilmirəm kamerada görsənir yoxsa. İndi siz geç. Uzun küstü. Çətin yer buradır da. Paylaşmışdır da, Salam, aleyküm, salam. Bilməmişəm, görməmişəm. Ha? Ne? Yok. Bende de şey yoktu. 3,000 years later. Tamam. Kənd oradır. Çox çətin, əziyyətli, məşəqqətli yollar keçdik. Amma əsas odur ki, gəldik, çıxdıq. Bunun zövqü tamam başqadır. Məsləhət görünmü? Gəlin, həqiqətən.
Gəlin bu zövqü də yaşayın. Düzdür, bəlkə də yolda çox fikirləşəcəksiniz ki, nəyə gəldim, işim gücüm yoxdur, amma sonra deyəcəksiniz nə yaxşı gəldim. Məşğul olmayan mənim üçün çox çətinlik yaradır. Giz ağrıda. Sizin idmanlarını seçməsən. Badminton oynayırsan, bilyard oynayırsan, tenis oynayırsan. Yox, dedim axı şaşqı. Şaşqı. Domino. Domino. Hər axşam. Dəhşət. Amma mənzərə həqiqi. Adam dayanıb baxmaq istəyir eləcə, amma Ayaqlarına sallayıb aşağıdan saydı. Super mənzərədir. Getdikcə mənzərə belə açılır. Qəşəngləşir mənzərə. Kamera effekti verilir. Kamera nə qədər effekti göstərsən də, göz ay sağ ol, göz tamam başqadır da. Gözün verdiyi effekti heç nə verə bilməz. GoPro-nun deyə çəkilişləri mən çox bəyənirəm, amma Ledo deyil, elə mümkündür. gözləyirəm o deyil. Nə dedin bayaqlar? Cubrani xoş gəlib, sürətli gəl. Sürətli gəldi, hə? Xızıya gedirik. Yox, indi bu nədir qaqa? Xizəyə gətirdim. Ha, xızıya gətir. Cubrani xoş. Çumaq da, çumaq hadildə inirdi. Ya o deyir, arxandakını deyir. Ha, onu deyir, ha, bunu deyir. Gördün mü? İslamın rəngi. Yaşıldırsa məscid deyir. Xristianlar qırmızı rəngdə. Pasportun yaşıl rəngdə. Bax, xızıya niyə gətirmədi? 2 saatlıq qışqı xızıya gətir. Bunların şəklini çək 2 saatdır deyir xızıya gətirmədi. Gəlin, gəlin. Qaqa adın nədir? Adınız nədir? Nadim Ramazan. Qəşə sənin adın nədir? Məşhurdur bu adı. Eləcə Ramazan. Sən də? Nadimdir. Mən Ramazan. Ha, sən Nadim, o Ramazan. O da Talih. Talih. Ramazan. Salam göndər. Hamıya salam göndər. Burada da otururdu hanı? Sən proqnozlar ver. Uzanır indi. Hava soyuqdur. Sağlam bak. Burada dayı vardı, oturdu. Alo, indi gelip uzanıb qışda. Hava Soğuk. soyuqdur. Bu soyuqda neyir dayı orada? Otur gözlə sonra gəlsin. Nə, salam verir ona. Cidden, orada Nə həmişə soruşsunlar da. Keçəndə də soruşur, hara gedirsiniz? Hə. Mənim telefonumdur. Gəldik, çıxdıq. Çox şükür. Evə. Çox sevinirəm. Axır ki. Sevincimi bölüşürəm. Amma mənzərə dəhşət bir şeydir mənzərə. Müdür, sevincimi bölüşürəm ki, çatdıq nəhayət. Bunlar dalınca da qəşəngdir samavar çayı. Bəh, 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 bəh. Ağızdan bu parça çıxar. Qaziyə baxarsınız. Elə bir hiss elədilər, çatmışam evdən, arvadağa. Xoş gəlmisiniz, buyurun. Oğlan evi tərəfdədir, qız evi tərəfdə. Keç. Instagramımızı qoyacam da bura aşağı. Qoy baxsınlar. Birazdan çəkiş eləyəcək, təqə biraz dincəli. Yemək yiyəcək. Hə, Etək bunu sürüşən. yaxşı. Hamı yorğunluğunu çıxardı. Axşamınız xeyir olsun əziz qonaqlar. Hamının əli keçib boğazına. Dəyərli məclis əhli. Xanımlar və cənablar, qohumlar və dostlar. Əziz, bu ailəyə yaxın olan insanlar. Hər birinizi bu gözəl gündə ev sahibi adından salamlayıram. Çıqqandı, çıqqan. Çıqqandı, nədirsə ondandır. Elə bu göstərim də, eləsi göstərim ətli olsun da, ətli qalıb ki, həm ət var içində, həm kartoşka var, Qəşəng şəkillərini çıxır. kələm var, soğan var. Maraqlı bir şeydir. Ya sağ ol gör. Yaxşı acılı turşular var. Kompotlar ev kompotlardır. Gələn gedən yesin. Ne oldu? Nəyə qaç? Dilə gəl ki vur.
Şarabın dökme yöntemi. Böyle tüştüğünüz yemeği de alırsan. Keçən dəfə Tatlıdır. Emingillə quzuna getmişik. Ha. Bütün her şey organize edirsiniz. Sonra diyorsunuz gelirik. Eləmişəm, o getmirlər. Lan burada nə? Orada dedi ki, bunlar mən bu zara zalan. Uşaq yer çəkir onda. Öldürür Arif məni ki, bu qızları aparır. Yolu da bilirsən niyə zəçəksən ki? Rahat bizi kimi gəl, qabaqda da get. Arxaya qalma eləmə. Elə deyil. Aybəniz xanım elə deyildi. Biz dedik ki, biz bura getmirik, ora gedərik. Onu da dedik. Bəli. Amma elə oldu ki, biz bura gəldik, ora uca getmirik. Bəli. Mən aldatmaz bura gəldim. Mən bura gələsi də öyleydim. Ora əlavə də səs var. Ay bacı, siz hökumətçisiniz. Mən də müdürümü qoruğum. Bazar gününə düşmür. Biz çoxdur. İşlər çoxdur. Mən də inanmıram. Gedək evimizə gedək, nə olar, mən yoruldum. Çəkirsən bizi səhərdən, yox çəkir də bizi. Səhərdə yox, axşamdan başla. Yalandan Videolar 15 dəqiqədən artıq qoymaq olmur ki, baxmırlar onda. Ona görə məcbur məsələn 3 hissə də olsa 15 dəqiqə qoyursan. Sən hara qoyursan YouTube-a. Biz elə bil ki, səninlə hansısa turda olmuşuq. Yox, mən bir dəfə turacağam. Sən olma. Mən elə bildim Şuşaya gedəndə sizi oxşatdım. Yox, Şuşada olmuşam ona turla yox. Yeməyimizi yedik, çayımızı içdik, dincəldik. İndi də Xizəyə gəlmişik. Görək Xizə ilə nə tər olur. Bak orta tomuz görsen. Bunlar. Ağız aparıya yakın koy. Gel. Gördün döngeye yakın azal. Dön. Hazır. Böyle harda tapsız gəldiniz onu? Laborun dibindeydi. Neyse elə. Bunu kim seçe bilər? Özün yere gelesek. Bas döndürmeyi necə döndərsiniz? Rolda sağ sol. Xətdən qaç döndür. Tor mu sağsıdır? Ha, o qoşuyçu da VIP'dir. Teknoloji. O teknoloji. Turumuzu burada yekunlaşdırmaq istəyirəm bu gözəl mənzərədə. Çünki birazdan qaranlıq olacaq. Artıq çəkmək biraz çətin olacaq. Yəni GoPro qaranlıq vaxtı yaxşı. Bəlkə telefonla çəkdim maraqlı şeylər olsa. İndi burada minəcəyik pikaplara. Pikaplarla gedəcəyik avtobus dayanan yerə. Oradan avtobusumuza minib gedəcəyik Bakıya. Ümumi tur haqqında deyim, tur çox gözəl təşkil olunmuşdu. Həqiqətən kollektiv, gələn insanlar çox gözəl. Dedik, güldük, əyləndik. Yəni bu da təbii ki bələdçilərdən asılıdır. Bələdçilər o qədər buradan Heydər qardaşdır, Kamildir, Oğuzdur. Bunlara təşəkkürlərimi bildirirəm. Onların Instagram adresini qoyacağam. Baxarsınız oradan, onlarla gedərsiniz. Yeməyə gəldi, yemək unlimited idi. Kompotlar unlimited idi, yeməklər çox dadlı idi, çay yaxşı idi, hər şey əla idi. Yəni belə deyim, çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən çox bəyəndim. Sadəcə kiçik nüanslar var idi ki, onları eləmək lazımdır. Mən bilmirdim deyə. Məsələn, çubuqdur, əl çubuğudur. Belə yerə gəndə mütləqdir, ondan olsun. Yenə deyim, birinci şərt ayaqqabı. Ən böyük şərtlərdən biri budur. Mən onu gördüm. Çünki burada indi oldu, sürüşənlər oldu. Ona şükür yaxşı, heç bir şey yoxdur. Hər şey qaydasındadır, amma o da nədən qaynaqlandı? Ayaqqabıdan. Heç də hələlik yekunlaşdırıram. Yenə deyirəm, kanala abunə olmağı, like etməyi unutmayın, rəy bildirməyi, bəyənməyi unutmayın. Öpürəm, hələlik.